Salam əziz şagirdlər, xoş gördük sizi. Bugün sizinlə blok imtahanına düşə biləcək belə bir sual izahına baxacağıq. Deməli, bu tip misallarda ayrı-ayrılığı hər bir modulu sıfıra bərabər götürür. O zaman birinci modul sıfıra bərabər olarsa x1, ikinci modul sıfıra bərabər olarsa x3, üçüncü modul sıfıra bərabər olarsa x5, dördüncü modul sıfıra bərabər olarsa x7 alır. Daha sonra aldığımız bu qiymətləri gətirib növbə ilə yerlərinə qoyacağıq. Tutaq ki, birinci x-ların yerinə gəlin 1 qoyaq. Koyduk. Birinci ifadə 0, ikinci ifadə 2, üçüncü ifadə 4, dördüncü ifadə isə 6 olar. İndi gəlin bunları toplayaq. Deməli 0 üstəgəl 2 üstəgəl 4 üstəgəl 6. Cavab olacaq x-in yerinə 1 olanda 12. İndi gəlin x-ların yerinə 3 qoyaq. 3 qoyanda birinci ifadəmiz 2-yə, ikinci ifadəmiz 0-a, üçüncü ifadəmiz 2-yə, dördüncü ifadəmiz də 4-ə bərabər olur. İndi gəlin bunları da toplayaq. 2 üstəgəl 0 üstəgəl 2 üstəgəl 4 cavab olacaq 8. İndi gəlin x-ların yerinə 5 qoyaq. Birinci ifadəmiz 4-ə, ikinci ifadəmiz 2-yə, üçüncü ifadəmiz 0-a, dördüncü ifadəmiz də 2-yə bərabər olacaq. İndi gəlin bunları toplayaq. Burada da cavab alınacaq 8. İndi gəlin x-ların yerinə 7 qoyaq. Birinci ifadəmiz 6-ya, ikinci ifadəmiz 4-ə, üçüncü ifadəmiz 2-yə, dördüncü ifadəmiz də 0-a bərabər olacaq. İndi gəlin bunları toplayaq. X 7 olduqda qiymət 12-yə bərabər olacaq. İndi isə biz bu misalları qrafik üsulu ilə həll edəcəyik. Deməli, qrafikimizi çəkdik. X1, 3, 5, 7 alıb. Y-də qiymətlərdən görürük ki, sadəcə 12 və 8 alıb. Qeyd elədik. Daha sonra verilən nöqtələr həmin bu qrafik üzərində qoyuruq. 1 olanda, baxın x-in qiyməti 1 olanda 12 olur. Nöqtə olacaq, baxın burada. 3 olanda 8 olur. Nöqtəmiz olacaq burada. 5 olanda 8 olur. Nöqtəmiz olacaq burada. 7 olanda 12 olur. Nöqtəmiz olacaq burada. İndi həmin qurduğumuz həmin nöqtələri ardıcıl olaraq birləşdiririk. Bizdən istəyir ki, ifadənin qiyməti tənliyin qiyməti 8-ə bərabər olsun. 8 nə zaman alınır? 3, 5 aralığında. Eyni zamanda 3-də də 8 alıb, 5-də də 8 alıb. Onda misalımızın cavabı 3, 5 aralığı götürüləcək. 3 də 5 də bu intervala daxildir.